Salam. Hazırladığımız suallardan birinin izahına baxaq. Sadə sual əslində, amma bir qədər diqqət tələb edir. Deyir ki, hansı cümlədə amonimli olmayan dəqiqləşdirici ədatın sinonimi işlənmişdir? Baxın cavablara, cavabınızı seçin, daha sonra keçək bizim izaha. Deməli, nə istəyir bizdən? Dəqiqləşdirici ədat, onu tapaq, birinci. Elə, məhz, bir də əsil. 3 dənə dəqiqləşdirici ədatımız var. Amonimliyi olmayan məhzdir. Məhz ədatının amonimliyi yoxdur. Və deyir ki, həmin o amonimli olmayan dəqiqləşdirici ədatın sinonimini tapın. Deməli, elə və əsil amonimli var əvəzliklə və sifətlə, ona görə onlarla hələ ki işimiz yoxdur. Amonimli olmayan ədatın sinonimi. Yəni, ya elə, ya da əsil ədatlarından birinin işləndiyi cümləni tapmalıyıq. Məhz ədatına isə toxunmayacaq. Çünki məhz ədatının sinonimi deyil, özüdür. Deməli, nə lazımdır bizə? Ya elə ədatı, ya da əsil ədatı. İndi keçək variantlara. Lap, burada ədat var, amma qüvvətlendirici ədatdır. Əsil, burada əsil var, amma ədat deyil, sifətdir, həqiqi mənasındadır. Yeri gəlmişkən, burada da ədatı da var. O da qüvvətlendiricidir və da ədatı hər zaman qüvvətlendiricidir. Onu da deyim, heç bir halda əmr ədatı ola bilmir. Harada görürsünüzsə elə yazılıb, səhv yazılıb. Məhz sənin ucbatından bugünə düşmüşük. Məhz dediyimiz kimi, məhz sözü burada cavab kimi götürülə bilməz. Elə danışana belə cavab verərlər. Elə sifət əvəzlikdir və mən də bayaqdan elə bunu deyirəm. Elə sözü burada ədatdır və bizə lazım 2 ədatdan biridir. Bizə lazım olan 2 ədatdan biridir. Ona görə də düzgün cavab E variantı.